Telman Adıgözəlov ona evliliği təklif etdi. Kişi aktyorlarımız arasında qısqanclıq davası saldı. Söhbət Bəyin Oğurlanması filminin məşhur aktrisası Tamara Şakirovadan gedir. Tamara Şakirova Özbəkistanın paytaxtı Daşkənddə dünyaya gəlib. O ilk dəfə 14 yaşı olanda Kor Yağış filmində çəkilib. 1983-cü ildə Özbəkistan əməkdar artisti adına layiq görülmüş istedadlı aktrisa Sovet kinosunda tanınmış simalardan sayılırdı. Tamara Şakirova öz karyerası ərzində onlarca yadda qalan obrazlar yaradıb. Özbək filminin çəkdiyi Xarəzm əfsanəsi, Simurq, Odlu Yollar kimi filmlər onu keçmiş SSR məkanda məşhurlaşdırır. Aktrisa 2 dəfə ailə həyatı qurub. Onun ilk həyat yoldaşı aktyor və rejissor Otabek Qəniyev olur. 1972-ci ildə aktrisa Simurq filmində Zibeydə roluna çəkilir. Çəkiliş zamanı aktrisa ilə Otabek arasında isti münasibətlər yaranır və onlar ailə həyatı qururlar. Otabek dünyasını dəyişəndən sonra Tamara xanım ikinci dəfə kaskadyorla ailə həyatı qurur. Lakin filmin çəkilişi vaxtı onun ikinci əri möhkəm zədələnir və dünyasını dəyişir. Tamara xanım Azərbaycanda çəkilmiş 3 filmdə iştirak edir. Çətirimiz buludlardır filmindən sonra o Bəyin Oğurlanması filmində gəlin rolunu ifa etmək üçün dəvət alır. Aktrisanın Azərbaycanda çəkildiyi sonuncu filmi isə Qırmızı Qatar filmi olur. Tamara Çətirimiz buludlardır filmindəki çəkilişləri üçün Azərbaycana gəlir. Bu zaman aktrisa artıq ailəli olur. O filmdə Nərgiz rolunu canlandırır. Deyilənə görə filmin çəkilişi zamanı aktyor Telman Adıgözəlov Tamaraya aşiq olur. Hətta ona evlilik təklif edir. Tamara isə bu təklifdən imtina edir. Özbəkistana qayıdır. Aktrisanın Bəyin Oğurlanması filmində çəkilməsi heç də təsadüfi olmur. Filmin quruluşçu rejissoru işi əvvəlcə Tofiq İsmailova həvalə olunur. İsmailov hətta sınaq çəkilişlərində də başlayır. Təxminən 3-4 ay sınaq çəkilişlər davam edən zaman o filmdə çəkəcək aktyor və aktrisaları seçir. Lakin gözlənilmədən vəziyyət dəyişir, Tofiq İsmailov filmdən uzaqlaşdırılır. Vaqif Mustafayev və Ceyhun Mirzəyev filmin quruluşçu rejissoru təyin olunur. Və filmin yeni rejissorlar bütün rolların ifaçılarını dəyişir. Təkcə Nigarı canlandıran Tamara Şakirovandan başqa. Görünür Tamara xanımın qeyri-adi istedad sahibi olması rejissor Vaqif Mustafayev və Ceyhun Mirzəyev tam razı salmışdı ki, onlar özbək aktrisasından imtina etmirlər. 2012-ci ildə Tamara xanım xərçəng xəstəsi olduğunu öyrənir. Elə həmin ilin fevral ayının 22-sində xərçəng xəstəliyindən dünyasını dəyişir. Aktrisanın Bəyin Oğurlanması filmindəki tərəf müqabili əməkdar artist Füzuli Hüseynov Tamara xanım haqqında bunlar deyir. Filmində mənim 23, Tamara xanımın isə 30 yaşı vardı. Çəkilişlər Şamaxıda olurdu. Bir-birimizə tanış edəndə ona dedilər ki, bax, bu sənin filmindəki ərindir. Tamara mənə baxıb, necə yaraşıqlı oğlandır deyib əlimi sıxdı. Məsələ burasındadır ki, biz doğrudan da çəkilişlər zaman çox yaxın dost olduq. O vaxtının çoxunu mənimlə keçirdirdi. Burada olduğu müddətdə onun çoxlu sevənlər, pərəstişkarları vardı. Hətta filmin çəkilişləri zamanı bir neçə aktyorla mənim aramda mübahisə oldu. Onlar məni Tamaraya qısqanırdılar. Elə bilirdilər ki, mən onun qəlbindən almışam. Mən onu arayıb axtaranda bildim ki, aktrisa dünyasını dəyişib. Çox pis oldum. O həqiqətən də yaxşı aktrisa və gözəl insan idi.